Kalfakman Vatan bölünmez, şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. O insanlar ki vətənin dar günündə vətənə dayaq dururlar, onlara Allah dayaq. Bizim xalqımız nə qədər birlikdə olsa, nə qədər möhtəşəm birlik nümayiş edirsə, düşmənə ən böyük mənəvi zərbədir. Biz buna nail olacağıq. İnşallah. Sab Ali Başkanların rəhbərliyi altında biz birliyimizi bir eləyəcəyik və xalqımız bir olacaq və düşmənə layiq cavab verməklə əzəli torpaqlarımızın alacaq və ərazi bütövlüyünü bərpa edəcəyik və dünyaya bəyan edəcəyik ki, Azərbaycan xalqı sülhsevər xalqdır, heç bir yerdə, heç bir torpaqda gözü yoxdur, əzəli torpaqlarının sahib olmaq iqtidarındadır. Eşq olsun xalqımıza, yaşasın Azərbaycan xalqı. Eşq olsun, bu yolda şəhid gedən şəhidlər ruhuna, onların ən gözəlası bilgisi qərar versin. Azərbaycan ordusu, şanlı ordusu, qəhrəman oğulları bugün 7 kəndimizi alırlar. Sabah bir gün şad olacaq Allah. Bugün arzulayırıq, şəhidimizin ruhu qarşısında baş əyirik. O bugün təkcə Xocalı kəndinin deyil, Salyanın deyil, bütün Azərbaycanın şəhididir. Şəhidlərimiz daima əzimizdir, canımızdır. Onların ruhu qarşısında baş əyirik. Şəhidi olmayanın vətəni olmaz. Vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Beraber bizimdir, bizim olacak. Beraber bizimdir, bizim olacak. Şəhid qanı axan torpaq Yadayaqda olmaz Azərbaycan haqq işini rəhbər tutaraq əzəli torpaqlarına qayıtmaq üçün Ali Baş Komandanımla birdir və həmişə də bir olacaq. Bugün Azərbaycan zəfər yürüşündədir. Bugün şanlı Azərbaycan ordusu bizlərə arxayın olaraq döyüşür. Biz onlara dəstək olmalıyıq. Hər vasitə ilə, vəzifəsindən, yaşından, kimliyindən asılı olmayaraq biz bugün Azərbaycan ordusuna, Ali Baş Komandanımıza dəstək durmalıyıq. Eləcə də bu günləri bütün Azərbaycan ayaq üstədir. Dünənlər baxdınız, Ali Baş Komandanım 4 dəfə televiziya çıxaraq öz xalqı ilə bir yerdə olduğunu, bizim işimiz haqq işi deyərək bütün Azərbaycana bəyan etdi və qeyd etdi ki, bizim qarşımızda 7 şərt qoyurlar. Mən isə bir şərt qoyuram, qeyri-şərtsiz ermənilər Azərbaycan torpağından çıxsın. Erməni əskərinin nə işi var Azərbaycan torpağında? Və bugün vətənini sevən, canını sevən, xalqını, millətini sevən oğullarımız vətəni qorumaq üçün, torpağı qorumaq üçün, sizləri, bizləri qorumaq üçün canından belə keçdilər.